Salam uşaqlar. Səhifə 60 izah edəcəm. Diqqətlə qulaq asın. Səhifə 60-da 15-ci tapşırıqdan başlayıram. Qurmağa ehtiyac yoxdur. Bir dəqiqə. Nə edirəm? Tərəfləri 4 sm verir, 4 verir, 8 verir, 8-dir demək, 12-dir, 12-dir. İndi uşaqlar 3 kvadratdır. Onların daxilində rəngli üçbucaq verir. Baxın, bu rəngli üçbucaq sayılır. Rəngli üçbucağın sahəsini tapın. Uşaqlar, diqqətlə qulaq asın. Bu böyük üçbucaqdan sahəsindən, bu böyük üçbucağın sahəsindən mən bu kiçik üçbucağın sahəsini çıxsam, mor rəng üçbucağın sahəsi alınarmı? Bəli. Yenə deyirəm. Böyük üçbucağın sahəsindən çıxıram. Bu balaca, baxın, böyükdən çıxacam bunun sahəsini. Bu verəcək. İndi onun sahəsini necə tapırıq uşaqlar? Bura 12-də axı. Böyük üçbucağın sahəsi necə tapılır? Katetlərimizin biri neçədir? 12. Vurulsun. Böyük katetimiz neçədir? 24. Bölünsün nəyə? 2-yə. Buna bu gedir 6. Bu da nə elədir? 144. Böyük üçbucağın sahəsi nə etdi? 144. Keçirəm ikinci. Balaca üçbucağın sahəsini. Yəni, bax, bunun sahəsini çıxanda bu verəcək. İndi bunun sahəsi necə olur? Bu 12-ni vuracam. Bunun kateti nədir? 12. Bunun kateti də 12. 12-ni vuracam. 12-yə böləcəm 2-yə. Nə etdi? 72. Demək, böyük üçbucağın sahəsindən çıxacam kiçik üçbucağın sahəsinə. Nə etdi? 72. On altıya baxırıq. AB düz xətti üzərində yerləşən AB düz xətti verilir. AB yerləşən M nöqtələrdən bu düz xəttə uzunluqları M nöqtələrindən və N nöqtələrindən. M 'M' və N nöqtələrindən bu düz xəttə uzunluqları uyğun olaraq, uyğun o deməkdir ki, uşaqlar, M birinci gəlir. Birinci rəqəmimiz nədir? 4-dür. Uyğun olur. N nə gəlir? N'imiz də 6. Demək, M-lə bu perpendikulyardan AB düz xəttinə santimetrimiz nə qədər olmalıdır? 4 sm. N-dən də bu düz xəttə olan nə qədər olmalıdır? 6. Demək, M, Y, N, Q. M, Y oldu. N də Q. Çəkdik. Və çəkin deyir. Siz prosta dəqiqliyi ilə 6 sm xəttkeşlə ölçürsüz. 6 sm götürürsüz. 4 sm də xəttkeşlə götürürsüz və 4 sm belə uyğun olaraq dəqiqliyi ilə ölçürsüz. Perpendikulyar olduğuna görə perpendikulyar xəttlər necədir? Baxın, budur. Üstəgəlli düzənlidir. Paralel necədir? Baxın, belə.
dümdüz, bərabər zənn edin. Paralel bərabərdir, perpendikulyar üstəgəl kimi. Keçirik 17-ci tapşırığa. ABC düzbucaqlı üçbucağın C düzbucaq təpəsindən AB hipotenuzuna paralel düz xəttlər çəkin. Uşaqlar, mən bunun xətt keşiyini edəcəm. Baxın, bir elə xətt keş qoymalıyam ki, baxın, buna paralel, baxın, buna paraleli mən götürürəm bu xətt keşi, dümdüz aparıram. Görün necə oldu? Paralel oldu mu? Bəli. Deyir ki, C düzbucaq təpəsinə AB, C-dən. C düzbucaq təpəsinə AB hipotenuzuna paralel. Baxın, bunu paralel. Buradan baxın, tərəf etmədən xətt keşi mən gətirirəm belə. Burada nə qədər alınırsa o qədər eləyirəm. Baxın, paralel. Oldu mu? Всё. Buna nə deyirik? C təpəsindən AB hipotenuzuna paralel xətt çəkdim. Buna bu qədər göstərə bildim. İndi deyir ki, MK, M-dən K-ya, NK parçaları AB düz xəttinə perpendikulyardır. MK, NK parçaları AB-yə perpendikulyardır. MK 12-dir. Baxın, buradan bura nədir? 12-dir. NK 8-dir. Yerdə qaldı nə? 4. Eləmi? M-nin parçasının orta nöqtəsini soruşur uşaqlar. M-dən N-ə nə qədər idi? 4 deyil. Orta deyəndə nə deməkdir? Yəni, bərabər bölməlidir. Yəni, 2-2. Demək, nə alındı? M, O bərabərdir. 18 edim. Bərabərdir 2-yə. O, N də bərabərdir 2-yə. Bizi nə soruşur? M-in parçasının orta nöqtəsindən, yəni M-in parçasının orta nöqtəsindən OK uzunluğunu parçasının uzunluğunu tapın. 2-dirsə bu da 8. Ümumi nə verdi? 10. OK nə qədər oldu? 10 santimetr. Keçirik. Tərəfi 6,5. Xətt keşi götürürəm. Xətt keşinin də santimetri göstərilmir uşaqlar. Mən necəyini bilmirəm sizə. Tutaq ki, belə eləyim. 6,5. 1-dən, 0-dan başlayırıq da. 0, 1, 2, 3, 4, 5, 6. 6,5 bura kimi getdik. 6,5. Kvadrat deyəndə nə edirik uşaqlar? Bütün tərəfləri bərabər olmalıdır. Çəkirəm, diqqətlə baxın. Xətt keşindən çəkirəm. Buradan da yenə 0-dan başlayıram. 1, 2, 3, 4, 5, 6. 6,5 ara düşür bura. Keçirəm buna. Bunu elə çəkirəm ki, yəni biləsiniz də uşaqlar. Xətt keşindən çəkəndə düz çəkin. Yəni 6,5 santi bura, 6,5 santi bura, 6,5 santi bura, 6,5. Özünüz 4,8-i özünüz qurarsınız. Keçirəm 20-ci tapşırığa.
Tərəfləri 5,5 və 8 olan düzbucaqlı çəkin. Çəkirəm. Siz üçün çəkirəm uşaqlar, başa düşəsiniz. Sıfırdan başlayırıq xətt keşi. 0, 1, 2, 3, 4, 5, 5,5 bura düşdü. Çəkdim. 8-ə baxıram, hara düşür. Bir, 2, 3, 4, 5, 6, 7 və 8. Oldu nə? Düzbucaqlı. Demək, tərəfimiz 5,5, enimiz. Uzunluğumuz neçə oldu? 8. Siz də dəqiqliyi ilə belə çəkin. Özüm belə çəkdim ki, baxasınız. Obislər də eynidir. Transporterlə xətt keşi istifadə etməklə mütləq transporter və xətt keşi olmalıdır. Deyək ki, tərəfi 4,5-dir. Baxın, tutaq ki, birdən başlayır. 1, 2, 3, 4, bu da 5. Tərəfi 4,5-dir. Aralarında bir bucaq 130-dur. Tutaq ki, bax, özünüz transportinin diqqətli çəkin. Yəni 130 olmalıdır. Bu bucaq 130 olmalıdır. Buradan bura, bu nə olmalıdır uşaqlar? 130 olmalıdır. Bunu da birləşdirəndə bir dənə 3 bucaq yaranır. Oldu uşaqlar. Belə bir 3 bucaq. Belə bir 3 bucaq yaranır. Transporter və xətt keşidən istifadə etməklə tərəfin uzunluğu 6,5, bucaqları 25 və 100 olmalıdır. Yenə də uşaqlar, siz özünüz transporterlə diqqətli çəkin. Yəni, tutaq ki, baxın, mən tərəfi 6,5 götürdüm. Tutaq ki, götürdüm 6,5. 4, 6, 0, 1, 2, 3, 4, 5, 6, tam onda 5. Bura kimi siləcəm. 6,5 götürürüm və 25 dərəcə ilə 100 dərəcə qurmalısınız uşaqlar. Bildinizdə 100 dərəcə azı biraz böyük. 25 də belə gəlir. Baxın, belə bir 3 bucaq yaranır.